hörmətli şəhid alimləri. Bayaqları tədbir başlayanda Səbuhi müəllim belə bir ifadə işlətdi. Sonra da biz onun Əsədin silahdaşlarının dilindən işitdik. Əsəd 21 əsgərin yoldaşının həyatını xilas edib və istər-istəməz bu fikir mənim yadıma tələbələr üçün də maraqlı olan Zərdüştün belə bir fikrini saldı. Ən böyük cəsarət insanda odur ki, özünü keçid və körpüyə çevirsin. Əsəd o qəhrəmanlığıyla 21 nəfərin həyatını xilas etməklə öz ömrünü digər insanların həyatında körpü və keçid elədi ki, onlar yaşasın. 5 illərdən mən tanınmış bir qəzetdə işləyirdim, İlk Sahil qəzeti. Yüksək tirajla çıxırdı, həftəlik, gündəlik qəzet idi, hər gün çıxan bir qəzet idi. Müharibə təzə-təzə başlayanda ilk dəfə mən 2-ci Fəxri Xiyabana getdim. Orada Polad Həşimov, İlqar Mirzəyev, cəmi 7-8 məzar var idi orada. Amma bizi həm Müdafiə Nazirliyinin, həm də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları nə çəkiş aparmağa qoydu, nə də şəkil çəkməyə qoydu. Çünki hələ yadınıza gəlirsə, biraz internetdə biraz sıxıntılar oldu. Elə bir zamanda mən Əsəd haqqında yazı yazdım. Həqiqətən hələ bilmirdim Əsəd hardandır, kimdir, nəçidir, atası kimdir, anası kimdir. Amma mən elə bir qəribə bir his məni çəkdi və fikirləşdim ki, şəhidlər haqqında təzə-təzə yazılar yazılanda yalnız elə bir müəlliflər, məqalə müəllifləri, jurnalistlər, onların yalnız tərcümahalın yazmaqla kifayətlənirdi. Yazırdılar ki, filan məktəbi qutarıb, filan vaxtda anadan olub, könüllü müharibəyə gedib və yaxud hərbi xidmətdə olan vaxtda müharibə başlayıb. Amma mən qəribə bir onun, siz də baxırsınız, o çöhrəsi mənim diqqətimi cəlb elədi. Yadınıza gəlirsə, Xudayar adında da bir qəhrəmanımız var. Onun 20-yə yaxın şəkli var. Birində də kədər notu yoxdur. Bir də Əsədin şəkillərinə baxın. Burada da var, orada da var. Allah Teala elə nur çiliyib onun üzərinə. O mənim diqqətimi cəlb elədi və öz-özümü maraqlandım ki, bu nur hardan ola bilər bunun simasında? Bax, belə bir nur və o uca dağın başında da müraciət edir şəhid analarına və bayaqlarda deyildi, təkrar eləmək istəmirəm, deyir ki, biz sizin övladlarınızdır, şəhid analarına müraciət edir, biz onların qisasını alacaq. Yenə də orada özünə böyük inan, yenə də sifətində həmin nur var. Çox sorular bildim ki, mən özümü təqdim edim, mən özüm əslində Masallı rayonundanam. Və mən qəribə oldu ki, Masalda Bədalan kəndində məşhur bir seyid var, onun haqqında şeirlər də yazılıb, kitablar da yazılıb. Bayaqları Səbuhi müəllim burada gözəl şeir dedi. Seyid də olsa, Allaha inanı olan bir kəramət sahibi haqqında Mirtağa var. Və mənə baxdım ki, bu nur, həmin nur elə Mirtağa ağanda simasında var və araşdırdım ki, bu onun səhv etmirəmsə nəticəsi gedir də, nəticəsi gedir. Və belə bir şey və rayona getdim, orada da onun yaxınlarından görüşdüm. Mən gördüm ki, həmin dövrdə yalnız bölgələrə bölürlər. Tutalım, Lerik şəhidləri, Tovuz şəhidləri, Lənkəran şəhidləri, Cəllabad şəhidləri. Mən öz kitabımın adını Şəhidlik Manifesti qoydum. Şəhidlik Manifesti ona görə qoydum ki, bu insanlar sözün əsli mənasında manifest yazdılar. Öz qanları, öz canları bahasına manifest yazdılar və o Şəhidlik Manifestində böyük bir həyat hekayəsi Əsədliyə həsr olundu. Məqalə çıxandan sonra bizim redaksiyanın bazasında internet kanalı var idi, İki Sahil TV. İndi də o fəaliyyətdədir. O məqalə o qədər o kollektivimizin xoşuna gəldi. Dedilər ki, siz o ailənin yerin bizə deyin. Mən onda Mahir müəllimdən əlaqə saxladım. Dedim, televiziya əməkdaşları sizə gəlmək istəyir, çəkiliş aparmağa. Bəli, bu hadisə elə bir şeydir ki, bayaqları Səbuhi müəllimdə dönə-dönə dedim,
Adam şəhid valideyninə təsəlli verməyə söz tapa bilmir. Amma mən telefonda danışanda bir mətinlik duydum Mahir müəllimin səsində. Və onlar ora getmişdilər, o qədər razı qalmışdılar Səidə xanımın müsahibəsindən. Səmədin də orada fikirləri var. Və o çox yayımlandı, yəni baxışlar çox oldu o vaxtı, yeni yaranırdı, yəni iki sahili devir. Mən deyə bilərəm ki, haradasa 70-dən yuxarı şəhid haqqında yazı yazmışam. Xalq teatrının səhnəsində onların rolları da canlanıb edib, amma həmişə ürəyimdən keçib ki, belə şəxsiyyətlərin, belə insanların ömrü kitaba, romana sığmır. Siz yaxşı bilirsiniz ki, indi İqtisadiyyat Universiteti də olsa, İqtisad Universiteti də olsa, Tolstoy hər sülhü müharibədən 40 il, 30 il keçəndən sonra yazır, Vətən müharibəsindən. Bizim də müharibə, Vətən müharibəsi adlanır. Ola bilər Əsəd haqqında ən gözəl film. Yerəlilər bax, sizin kimi gənclər, sizin kimi insanlar, tələbələr gələcəkdə öz sənətlərinə uyğun, onun haqqında gözəl bir film çəkəcəklər, gözəl bədii əsərlər yaradacaqlar. Və o günləri görmək arzusuyla hər birinizə can sağlığı, uğurlar arzu edirəm. Sağ olun, var olun, minnətdarlıq istəyirəm. Sağ olun.